Məni işə ora qəbul eləyəndə sırf motivatoru göstərdim ki, burada işləmişəm. YouTube kanalının linkini göndərdim. Dedilər ki, dəhşət əla proqramın xoşları gəldi. Dedim, bir 5 ilə yaxın işləmişəm orada. Sizi təqdim elədim. Dedim, müdiriyyətimiz Rüfət müəllimdir. Dedi, halal baxdılar sizin çıxışlarınıza, sizin o şeylərə, iclaslarınıza baxdılar, hansı ki, universitetlərə gedirsiniz. Dedilər ki, yəni çox böyük bir proqramda, yəni halaldır. Biz belə şeylər biz bilməzdik ki, yəni başqa ölkələrdə belə proqramlar yəni keçirilir. Dedim, bəli, belədir də, yəni biz. Amerikada yoxdur. Yoxdur Amerikada. Burada tədbirlər olur, ancaq biznes tədbirləri olur. Gedirlər, məsəl üçün konsultasiya verirlər, 1 saat. Bizdəki kimi yoxdur da, yəni biz elədiyimizi eləmirlər də, onu demək istəyirlər. Yox, mən tələbələrlə görürsə belə şey yoxdur. Onu motivator həqiqətən, yəni mənim üçün də xoşdur ki, Amerikadakı, yəni Amerika bizi tərifləyir də, oradakı bizim, yəni layihəmizi tərifləyir. Xoşlarına gəldi. Burada bir dəfə çıxış oldu, onlar şeydə, slaytda sizin şeyi göstərdilər, motivator. Mən onu çəkə bilmədim, heç oxuyur. Bilmirəm, indi olardı. Yaxşı, çıxışda mənim Amerikada. Çıxışınızı göstərdilər, o tələbələrlə danışırsınız, belə emosiya ilə. Yox, Amerikada veriblər onu. Yaxşı da. Mən onu tapıb sizin, görüm qalırsa. Amerikada. Yəni onu bilmədin kim verdi. Onu burada bir biznesmen var, müsəlmandır, adı Osmandır. O çox eləyirdi, biznes konsultasiyası keçirdi.